Hoş gördük dostlar sizi kanalımda. Her vaxt xeyir olsun. Bu günləri Türkiyə Süper Liqasında Alanya Spor Galatasaray oyunda 6-cı turunu oynayırdı Süper Liqada. 6 oyuna 6 qələbəsi var Galatasaray. Birinci yerdədir. Süper Liqada 18 xalla. İnşallah bu oyunda yaxşı bir oyun olar, maraqlı bir oyun olar. Yenə də hakemlərin danışılmadığı bir oyun olar. Kaosun olmadığı maraqlı bir oyun olar iki komanda adına da. İnşallah Galatasaray qələbə qazanar. Xallarını 21 eləyər. Bu oyunda İlkay Gündoğan yoxdur ilk 11-də. Icardi var. İlkay'ın yerinə deyib, adı nədir? Saradır. 3 müdafiə ilə oynayır. 3-4-3 oynayacaq Galatasaray. Qapıda Uğurcandır. İnşallah oyunla gedə-gedə bəzi şeylərdə, məqamlarda deyərəm. İnşallah maraqlı bir oyun izləyərik. Galatasaray inşallah qələbə qazanar. Hesabdakı haradasa bu oyunda da fikirləşirəm bir gol buraxacaq, amma 3-1, 2-1, 3-1, belə 4-1 də ola bilər. İndi oyuna bağlı olaraq qələbə qazanacağını düşünürəm. İnşallah da qələbə qazanar. Başlayacaq oyunda, biz də keçək oyuna. Görək necə olacaq, fikirlərimizi bildirərik. Keçək biz oyuna. Gel. Ver. Qaşan elan. Ne insan axı? Ne insan sen mal kim oynuyorsan eləni? Ay bula, mal kim oynuyorsan eləni? Ver orada pası da. Bula əsəb keçirir adam abi. 4 dəqiqə, 4 dəqiqədir. Burada offside de olmasa, yani offside de olsa da offside oldu. Offside olmasa güzeldi, orada bir nəfər tapa bilmədi pas versin. İtirdi özünü orada. Aldılar topu ondan. Adam kimi oynadı ha? Sen burada Alanya belə oynasın. Liverpool'un oyuncularını görsən nə edəcəksən? Koyma! Oo, vurmuşdu. Hardan geldi bu? Maestro geldi. Orta xətdən geldi. Geldi kese Saneni keçdi. Buradan geldi Saneni keçdi. Saranı keçdi. Singo'dan kesirdi. 3 tane oyuncudan vurdu. Dəydi, qayıtdı, vurdu. Çölə getdi ya. Yatıb müdafiə 3 tane 4 tane müdafiəsi düşüb dalınca. Bravo. Uğurcan da topa baxır. Yalandan da olsa bir atdan topa. Uğurcan çox topa baxır. Uğurcan sağına soluna atanda topu izləyir ancaq. Bir topa tullanmır. Biraz yaxında gələndə topa tullanır. Uğurcandan qapısı olmaz. Uğurcan Trabzonsporda yaxşı. Vallahi o görəcək indi. Gördü, onsuz şeylər gördü. Frankfurt'un oyunda. İndi Liverpool'un oyunda da görəcək. Singo qəşəng oyuncudur. Həqiqətən neçə oyundur. Yani gələndən o çox yaxşı oyuncudur. Burada offside Icardi offside'dadır. Singo həqiqətən qəşəng oyuncudur. Müdafiədə də yaxşı oynayır. Sağ müdafiədə də, ortada da yaxşı oynayır. Günlərdə indi qəşəng keçdi oyuncular gəldi, yaxşı vuramadı. Oyuncudan qayıtdı. Icardi də offside'daydı. Icardi'nin qabağına düşüyor, Icardi offside'daydı. Yani bu dəqiqəyə kimi neçə dəqiqədə oynayır? 17 dəqiqədə oynayır. 17 dəqiqə Alanya Spor Galatasaraydan yaxşı oynayır. Bütün cinahları bağlayıblar. Ortanı sağ cinahı sol cinahdan arada gəldi Galatasaray. Barış Alper'lə ortanı zadı bağlayıb, pas yerlərini bağlayıblar. Şeydən yaxşı oynayır. Galatasaraydan bu dəqiqə Alanya Spor yaxşı oynayır. Galatasaray heç bir şeylər bilmir hələ ki. O. Hı. Gol da Gol değildi bu. Keçməmişdi xətti. Bax hala. Ay be, keçməmişdi desəm bir xəttdən görsət də. Ya Sane vuracaqdı, vura bilmədi ya. Yaxşı gəlmişdilər. 21 dəqiqədir. 21 dəqiqəyə kimi ən yaxşı gəldikləri şeydir. Hücumdur. Singo uzun.
Şu ay belə. İlk dəfədir ki, ən təhlükəli gəldi Galatasaray. 21 dəqiqədir bax. Bu heyətlə oyunu domino etməli idilər. Amma gəl ki 21 dəqiqəyə hücum edirlər. Singo bir dənə qəşəng orta. Yoxdur işte. Heç kim yoxdur yenə. Eden. Oyunun bir dənə. Singo ne iləsən söylədi Singo. Heç yoxdur Singo. Verdi. Gol. Icardi. Ay Singo ejderha desin. Allah haqqı Singo. Singo çok güclü oyuncudur həqiqətən də. Icardi'nin də qolu şeye vurmuşdu. Keçən sezonda yoxsa o bir sezon. Axırıncı onu kimlə oynamışdı? Sezonun axırıncı Konyaspor'a elə bir gol vurdu belə ayağı ilə. Burada offside yoxdur. Buradan da süper keçdi oyuncusunu ya. Bomba keçdi. Heç nə yoxdur burada. Burada da offside yoxdur. Qəşəng. Hamanki goldan vurdu. Kopya hamanki goldan verdi. Pası deyəsən şey vermişdi. Torreira atmışdı pası deyəsən. 1-0. Şurada bunu vurun qəşəng gol. Qəşəng. Icardi. Mauro Emanuel Icardi. Sağ. Qəşəng. Koyma vurdu. Uğurcan. Belə səhv eləmə, çıx topa. Dostlar ilk hissə bitdi. İlk hissə Galatasaray 1-0 öndədir Alanyaspor qarşısında. Galatasaray yaxşı oynamadı. Birinci hissəndə ümumiyyətcə Singo'nun fərdi ustalığı, yəni fərdi oyunu sayəsində Icardi asist elədi. Icardi qəşəng gol attı. Qəşəng asist, qəşəng gol. İkinci hissəyə görə necə olacaq? Yəni Alanyaspor Galatasaray daha yaxşı oynadı. Pozisyonu da daha çoxdur. Amma Galatasaray bir iki pozisyon oldu. Yəni axırın bir dənəsini dəyərləndirə bildi. 1-0 oldu. İkinci hissə başlayanda görə necə olacaq? İkinci hissə necə başlayacaq? İkinci hissədə görüşərik. Vur, Sane vur da bunu. Vur da Sane da. Ay bu ya, nə qədər fırlatdı topuna. Buna istəmirəm sən pis sözüm, yaxşı oyuncusan vur da bu topu da. Nə qədər belə yalandan aldın, vur da. 67 dəqiqədə bir dənəsini yaxşı top atdılar, sənə vura bilmədin. Bir dənə də indi çox qəşəng top gəlmiş sənə, keçdin də vur da, vur. Nə qədər alacaqsan, vur. Vur bu topu, vur. Elə 1-0 belə olsa, şeyin 12 olacaq, Fenerbahçe'nin 12 olacaq. Axırda gələcəklər, axırda öyle biraz Alanyaspor Galatasaraydan yaxşı oynayır. Gəlib vuracaqlar bir dənə, bəlkə də ikinci, üçüncü də vuracaqlar, vurmasalar. Vur da bu əlivə düşür, sənin şansı vur da. Barış sen sola. Çok peysər oyuncusan sen. Sen çok peysər oyuncusan. Sana vur bu da var. Sane senin ayağı var, senin ayağı var, Sane. Vur da bunu da. Vur da Sane da. Sen ne haçan vuracaqsan, vur da. Bu neçənci şanslı sana düşür, vur da ya. Adam əsəbləşdirir ya, vallahi bu Sane əsəbləşdirir adamı ya. Barış bəyandan Sane bəyanı. Vur da bu ikinci topu da. Vallahi bu vuracaqlar bir dənə vuracaqlar, Alanyaspor vuracaq. İyice oynuyor ha Galatasaray. Koyma gel qaşan vuracağım. Qaşan vuracağım. Nəsinə top çıxardacaqsın vuracağım. Yatmışsınız arkada Allah haqqı. Nə qədər top çıxardacaqsan? Bir dənə oynayan adam kimi də. Baxam offside yoxdur. Qaşan vuracağım.
Açısını kapıyor. Okundu'nun işte Ali ilə çıxartdı, Allah oldu sana. topu böyle çeldi. Bu vallahi iğrenç oyun oynuyor Galatasaray. Kuran hakkı temiz topu verib şeyə Alanyaspora. Bu Fenerbahçe necə oynayırdı, bu indi Galatasaray ilə oynayır Alanyasporla. Verib temiz topu Alanyaspora, Alanyaspor oynayır. Sen oynamalısan topla. Ne olsun 1-0 qabaqdasan. Sen oynamalısan topla. Hacı ortayı yaptı. Okundu. Kafayı vurdu üstten dışarı. Belə oynasa ikinci gol da şeydi, biri Alanyaspor gol vuracaq. Ya da birini də vuracaq vursalar. Galatasaray bir dənə gol vurursa düşəcək həvəsdə. Gəldi. Bax gol. Bax gol. Gol olsun bu var yox. O bəxtimiz gətirdi. Bəxtimiz gətirdi. Bax direkdən döndü. Bəxtimiz gətirdi. Bax necə buraxırsan arxaya axı? Offside var burada deyəsən. Deyəsən offside vardı, amma offside olsa buraxmırsan sən bunu. Direkdən döndü. İşte Uğurcan'la karşı karşıya. O bir dəfə də gəlsələr vuracaqlar. Bir dəfə də gəlsələr vuracaqlar. Cındır adamlar bunlar ha. Bir kez daha Yatıblar ha, Allah haqqı yatıblar ha. Veriblər topu Alanyasporu, yatıblar arxaya. Belə oyun oynayırlar ha. Necə oyun oynamaqdır ya, bəsdirində də. pozisyonda offside. Alanyasporla belə oynayırsan, Liverpool'la nə edəcəksiniz siz sana? Arasından geldi pozisyon ekranlara. Ruan solda çekti vurdu direkt. Oy bula. Dönen top. Koyma da. Pozisyonda. Savunma Oy böyle vuracaqları bir dənə koymayın da. baskı devam Vay. ediyor. Ümit aldı topu. Bu necə oyun oynamaqda oynayırsaqsın? Hacı indirdi. Muniye ikinci hamleyi yapmaya çalışıyor. Bu necə oynamaqdır? Vay yox qızana, bu necə oyun oynamaqdır axı? İkinci topu bir kez daha aldı Alanyaspor. Bura bax sən, Baskıyı kurdu. Son dakikalarda Korendon Alanyaspor. Çıx. Maestra'nın ortası. Bu necə oynamaqdır axı, ne oynayırsan? Rahatlatıyor. Ay bula. Yanlış görmediysem parmaklarının ucuyla Baxım ağlar, böyle topa. yaman getdi topa. Direkten dönüyor. Direkdə ikinci dirək. Bu necə oynayırlar? Bu necə oynayırlar bunlar? En az 5 dakika. Oturublar bunlar təmizləşir. Bu necə oyundur ha? Okan Buruk sən var. Rədd ol get bu komandadan da Okan Buruk. Rədd ol get də. Alanyaspor baskısı var. Ümit 3 dəfə qazandın, çıx yaxamızdan da bu olmur da. Beləncə olmur. Gələ baktı içeriye. Ortaya yaptı. Kafa vurdu. vay bula. Bu vura yenə gəlirlər. Bax vuracaqlar bunlar. Artılmalarda Topu. vuracaqlar bunlar. Bax 5 dəqiqə əlavə edib şeyə. 90 dəqiqə. Basında köşe Vuracaqlar bunlar bir dənə. Belə oyun olmaz ha. Korner. Lemina'ya çarpıp dışarı gitti top. Sən canım İğrenç oyun, iğrenç oyun. Kül belə oyunun başına olsun ha. Sporlu oyuncuların itirazı var. Penal gözləyirlər, orada penal yoxdur məncə. İtirazında bulundular. Leminan belinə dəymişdi orada. Zorbay Küçük. Heç görsətmədi heç o. Çıxart da. Sahası çift yumruk o kalabalık Hop. içinde faul. Saxla. Uğurcan'a serbest vuruş. Saxla. Galatasaray. Baxa epizoda. İşte Uğurcu Ümit. Ümit. Çıxardına. Sanchez arka direk inanılmaz. Fo. Vurdu top dışarı gitti. Bura baxın bu necə səhv verməlisiniz? Muniye ile beraberliğe çok yakın. Bu necə səhvlər deyirlər bura baxın. Vura bilmədi. Bədbəxt ayaqsızdı, vura bilmədi. Bədbəxt ayaqsızdı, vura bilmədi bura bax. Müdafiə yatdı və yatdı, qavin sona bax, qavin sona bax. Dokundu topu üstten dışarı. Sən bu ayaqsızdı. Ayaqsız olmasaydı 3-4 dənə vurmuşdular Galatasaray günləri. Müthiş Bu necə oyundur, bu necə müdafiə olmaqdır. Belə oyun olurlar. İğrençdirlər bunlar təmiz, Allah'ın olsun ha. Okan Buruk rədd olub geçsəydi buradan Okan Buruk'a. tabelayı değiştirmeye yaklaştı. Son bir dəqiqədə qutarda da bir dəqiqə oynayan adam kimi Osimhen ayağına top dəymir be. Lemina bu sezon sarı kırmızılılar. Dostlar oyun bitti. Galatasaray 1-0 kazandı. İğrenç bir oyun. Bir köklü bir oyun. Alanyaspor təbrik edirəm. Alanyaspor həqiqətən də çox qəşəng oyun oynadı. Prosesdə biraz dəqiq deyildilər. Dəqiq olsaydılar Galatasaray 3 dənə, 4 dənə gol top vurmuşlar. Uğurcan neçə dənə top çıxartdı? 7 dənə, 8 dənə top çıxartdı. Uğurcan olmasaydı, bir də biraz dəqiq olsaydılar Galatasaray yəni sürmüşdülər. Onsuz oyundan sürmüşdülər, amma gol vursaydılar udmuşdular Galatasaray. Bir köklü oyun. Deyəsən heç Osimhenin ayağına top gəlmədi, dəymədi. Bu oyunda girdi mən 80-ci dəqiqədə.
Bir köklü oyun, oturdular müdafiədə səhvlər. Dəvli valla bu Eren Elmalı ilə Jakobs nə edir orada? İkisinin cinahlarından səhvlər edirlər. Bir köklü oyun oynamadılar. Bütün topu verdilər Alanyaspora, özləri oturdular müdafiə kimi. Fenerbahçe'nin oynadığı oyun kimi. Fenerbahçe axırda qapısının səhvindən top buraxdı, bərabərə qaldı. Bu da beləncə idi. Hoca bir də dəqiq olmalı. İğrenç bu oyun. Bu oyuna sevinmək lazımdır belə oyunu. İto kimi oynayır. Bir söz də demək istəmirəm. 4 gündən sonra, 5 gündən sonra Liverpool'la oynayacaqlar. Bu oyunu oynasalar Liverpool sürüyər o başa. Alanyaspor deyil Liverpool. Ayağına düşən oyunçunun topu vuracaq qapıya. Setkadan keçirəcək ortaya. Heç də, bu qədər. Dostlar, kanalıma abunə olsanız, zəhmət olmasa, videoları bəyənib, yorum yazsanız, yaxşı olar. Bəyənən bəyənər, bəyənməyən də bəyənməz. Bu qədər inşallah başqa bir tepki videolarında görüşərik dostlar. Sağ olun.